Həyatimizdəki 5 ildir işlənməyən bu təndiri yandırmağa çalışacağım bugün. Necə edəcəyimə aid heç bir fikrim yoxdur, amma əvvəlcə buradakı artıq şeyləri çıxarmaqla başlayacağım işə. Bu arada bəzi rəylər gəldi ki, bu təndir çörək bişirmək üçün deyil, grill bişirmək üçündür. İndi təndiri detallı göstərdikcə siz mənə deyərsiniz nə üçün olduğunu. Çünki deyilsə biraz məyus olacağım. Bu arada çörək bişirib yoxlamaq istəyirdim. Təndir uzun müddətli işlənmədiyi üçün içinə düşüb baxmaq istədim ki, əlavə nəsə varsa götürüm. Bu tospiki də 3 gündür izləyirdim, yemək yediyini görmək üçün. Nəhayət gördüm, ürəyim rahatladı. Tam ətrafı yığışdırıb bitirmişdim ki, nə qədər axtardım, evdə alışqan ya da kibrit tapa bilmədim. Məcbur gözlədim, Sənan işdən gəlsin, qalanı birlikdə edək. Hazır gəlmişkən də bu oturacağı buradan çıxartmaq istədik ki, hiss olmasın. Deyinə-deyinə də olsa çıxartdı sağ olsun. İkimizin də təndir yandırmaq ya da ocaq qalmaqda çox da təcrübəsi yoxdur. Təndir ümumiyyətlə heç yandırmamışıq. Ona görə də biraz uzun çəkmiş ola bilər. Bir də demişdiniz ki, toyuqlara kül lazımdır. Hələ ki təndirdə heç nə bişirməsək də sabah bu küldən onlar üçün istifadə eləyəcəm. İstifadə qaydasını da yaza bilsəniz sevinərəm əslində. Külü deyəsən qumla ya da ki torpaqla qatmaq lazım idi. Bu arada mənim 2 toyuğum, 1 ördəyim var, bilməyənlər üçün deyim. Sabah da onların yanına yeni toyuqlar və xoruz almağa gedəcəyik inşallah. Toyuğu Xarkov toyuğu alaq deyə düşünmüşük. Nəhayət ocaqda yandırdıq, ürəyimiz yerinə gəldi. Qarabağdan hamınıza salamlar. Videonu bəyənib bizi izləməyi unutmayın.